neçə cümlələrdir ki, qorxu və stres haqqındadır. Bu mövzu haqqında danışarkən bu mövzunun ətrafında digər məsələlərə toxunduq. Sevinc halı, hüzün, kədər və digər məsələlər. Və mən keçən söhbətlərimdə qorxunun ziyanlı tərəflərindən danışmışam sizə. Bəzi qorxular var, ziyanlıdır, insana zərəri var. Uğurun qabağını alan qorxu. Bəzi insanlar qorxur ki, ucalaram, şöhrət qazanaram, sonra əlimdən çıxar. Qoy heç qazanmayayım, oturum kənarda. Və psixologiyada buna oynayaram, uduzaram. Yəni, bu düşüncə ilə yaşayan insanlar. Ona görə çəkilir kənara, ucalmaq istəmir. Amma Quran-ı Kərimin tam buyruqlarına əksdir. Quran deyir, Təaləv ucal, fələq təhəmməl əqabə. Dağın ətəyində gezmə, dağın zirvəsinə qalx deyir. Qınaq qorxusu, düz bir işdir, amma cəmaatın qınağından narahatım. Demirəm, ictimai qınaq pisdir, o gözəldir, amma bir şey ki, düzdür, mən qınaqdan narahatam. Qorxuram və etmirəm o işi. Bax, bunlar ziyanlı qorxular idi və bir neçəsi haqqında söhbət eləmişəm. Amma bəzi qorxular var, faydalıdır. İnsan həyatında dönüş yarada bilər müsbət mənada. Ümumiyyətlə, qorxu lazımdır insana. Olsa nə gözəl, olmasa pisdir. Həmən qorxulardan bir neçəsi haqqında bugün nəsib olsa danışacağım. Onlardan biri Allahın insanı tədricən məhv etməsi. Asta-asta. Amma insan özünün xəbəri yoxdur. Bu çox narahat edən bir haldır. İnsan qorxmalıdır bu haldan. Bu özdə ilahi bir sünnədir. Tədricən insanı məhv edir. Biraz səbirlə, təmkinlə qulaq asız izah verməyə çalışacağım. İlahi bir sünnədir. Sünnətəllah Quran-ı Kərimdə deyir. Bəzi qanunlar var, dünya yaranandan qiyamətə qədər onlar var olacaqlar. Bu qanunlardan da biri budur. Dəyişilməyən qanunlar. Bu hansı haldır? İzah verim sizə. Allah insana düz yolu göstərir, müəyyən vasitələrlə. Bir xətibin dili ilə, hadisələrlə, kimisi sözü ilə, ibrətli bir hadisə ilə və s. İnsan yenə bildiyini eləyir. Səhvindən dönmək istəmir. Daha sonra Allah nə edir? Qəzəb sifəti ilə ondan davranır. Qəzəblənir ona. Müəyyən bəlalar və s. Bu yenə ayılmır. Normal qarşılayır. Hətta şəfqət şilləsi də bunu yuxudan, qəflət yuxusundan ayıltmır. Ayılmaq istəmir. Nə olur, nəticə nə olur? Rəhmət sifəti ilə davranır, xeyri yoxdur. Qəzəb sifəti ilə davranır, xeyri yoxdur. Nəticə nə olur? Nəticə bu olur. Allah həmən insanı başlı başına buraxır. Biraz da gedim qabağa. Bir var başlı başına buraxa heç eləmə, yox, belə də deyil. Nə istəyir, verir Allah ona. Çox maraqlı bir dənə səhnədir valla. Nə istəyir, verir ona. Davamlı neymət ona tərəf üst tutur. Hansı qapıya gedir, qapı açılır üzünə. Hərdən deyir, mənim hər işim gətirir. Eşitmiş belə bir insanlar deyir, namaz atandan sonra bütün işlərim düzəldi. Hara gedir, qapı açılır üzünə. Elə bilir, hər şey gözəldir. Amma xəbəri yoxdur. Olur deyir, adam ölənə yaxın biraz yaxşılaşır, birdən-birə o dünyasını dəyişir. Elə bilirlər, hər şey yaxşı oldu. Yola yoxa bu dünyasını dəyişdi. Bu da elə bilir, hər şey qəşəngdir, normaldır, burada nə var ki? Amma xəbəri yoxdur ki, tədricən addım və addım məhvinə tərəf hərəkət edir. Sadəcə xəbəri yoxdur, bu qədər sadə. Ayə deyim sizə bir dənə. Görün nə qədər gözəl, bu ayə həqiqətən nə qədər dolu mənalı bir ayədir. Buyurur, fələmmə nəsu mə zukkiru bihi. Nə qədər nəsiyyət olundu, xeyir olmadı deyir bu adama.
Nə qədər deyib buna nəsihət elədilər, xeyri olmadı. Hamısını unutdu. Nəsihətləri qoydu kənara. Xeyri yoxdur buna. Biz necə davrandıq bəs ondan? Fətəhnə aleyhim. Açdıq ona əbvabə kulli şeyin. Bütün qapıları. Nə istədi, verdi ona. Sonra nə oldu ki, ya Rəbbəl aləmə? Hətta izə fərihu. O qədər sevindi. Bütün günü sevinir. Hər şey normal gedir. Əladır ki. Fərihu bimə utu. Allahın ona verdiklərinə görə sevinir. Deyim, məndən o tərəfəsi yoxdur. Sonra əxəznahum bəxtətən. Birdən onu yaxaladıq. Birdən tutduq onu. Fəizahum mublisun. Çox pis halda yaxaladıq onu. Mublisun. İblas mublis. Elə bir nəfər bir cinayət törədir. Çox pis bir cinayət. Hakim ona məhkəmədə sual verir. Deyib, bu niyə etdin? Məyus halda başını salır aşağı. Bir söz deyə bilmir. Naümüddür, xəcalətlidir. Əlindən də bir şey gəlmir. Heç nə deyə bilmir. Bu hala deyirlər mublisun. Bu hala deyirlər mublisun. Fikir verdiniz, Allah neynədir? Allaha qurban olun. Buraxdı başına. Belə bilər şey yaxşıdır. Çünki bunu özü etdi belə. Allah bundan yaxşı davranmışdı. Allah müəyyən vasitələrlə bunu başa salmışdı. Hətta qəzəbi ilə də başa saldı. Ayılmadı bu insan. Bir sünəyəməzliyin misal çəkim sizə. Çıxıb rayon yolu, düz yol. Görür yolda polis yoxdur. Polis yoxdur. Məsələn, 100-lük yolda 180-dan ayağın qoydu, qaza gedir. 200, 220. Görür polis yoxdur, gülür, sevinir. Keçir maşınların yanından görür, bilməsə 80-dan sürür, ona bir dənə siqnal və sür də bunu da, heç kəs yoxdur. Gedir özü üçün. Elə biri qəşəng, düz yol, 200-lə. Qabağda posta saxlıla dayandı, düş aşağı. 20 də aralara düşmüsən, sənin xəbərin yoxdur. Sürücülük vəsiqəsində alırlar da bu getdin. Məsələ bitdiyini çox şey eləyib də. Bəzi vaxtlar insan belədir. Düzdür, yolda polis yoxdur. Bu deməkdir ki, nəzarətsizsən. Düzdür, hələ hər işin yaxşı gelir. Bu deməkdir, elə yaxşıdır. Hər qapı açılır üzmə. Xeyr, belə deyil. Allah deyib, fətəhna, açdıq, əxəzna. Yaxalayacaq da səni. Elə başına buraxmayacaq ki səni. İndi düzü sevinirsən, amma bunun sonu var. Yalancı sevincin sonu kədərdən başqa bir şey deyil. Bu qanundur. Xahiş edirəm, məndən bu qanunu ki, dedim sizə bir dənə elə öyrənin, yadda qalsın, mən kiməm ki, mən Qurandan çıxarış eləmişəm bunu. Bu qanunu yadda saxlayın. Yalancı sevinclər sonluğu kədərdən başqa bir şey deyil. Hərdən olur ya, insan həyatında görürsən, birdən-birə sıxılır. Deyir, bu nədir, bu nə haldır, bilmirəm. Bu yalancı sevinclərdir nəticəsidir. Günahı eləyib sevinib. O sonluğu bu idi. Kədər olmalıydı sonluğu. Ona görə hədisdə var, bir dənə hədisdə deyim, ayə dedim. İzə rəaytə subhanəh. Elə ki, gördün Allahımız sənə hey neymət verir. Amma sən neynirsən? O əntə tusi. Sən də günah eləyirsən. Fəhzərhu. Qorx bu haldan. Çatdım həmən nöqtəyə. Qorx bu haldan. Bax, qorxulmalı bir haldır ki, günah hardayacam, tövbə də etmirəm. Bütün qapılarda açılır üzümə. Hara gedirəm, hər şey yaxşı gedir, işləm yaxşı gedir. Bu qorxulu bir haldır. Bunun üçün qorxmağa dəyər. Hətta bəzi vaxtlar mən mələklərə baxdım, mələk də başa düşmür bu vəziyyəti. Sual verir ki, ya Rəbbəl aləmin, o bu qədər cürət eləyir. Sən bu qədər səbir nümayiş eləyirsən. Allah deyib, bildiyim var, səbirli ol. Əxəznahum bəxtətən, birdən onu götürəcəm. Asta-asta. Və mən bu mövzunu araşdırarkən gördüyüm imamların vaxtında biraz aktual mövzuymuş. Çünki suallar veriblər məsumlara. Biri gəlir, deyir ki, İmam Sadiqə ki, narahatam, deyir, nə olub? Deyir, valla, mən pul istədim, Allah verdi. Övlad istədim, Allah verdi. Ev istədim, Allah verdi. Birdən tədricən məni məhv eləmək istəyər, Allaha xəbərim olmaz. Məsumun cavabı qəşəngdir.
Deyir, o neymətlər gələndə şükür eləyə bildin? Deyir, hə, şükür eləmişəm. Deyir, yo, narahat olma, onda tədricən məhv eləmir Allah səni. O zaman tədricən məhv olarsan ki, günah hardayacan, tövbə eləmirsən, neymət gəlir, şükür eləmirsən. Onda vəziyyət xarabdır. Vəziyyət bir nə vaxt xarabdır, o zaman xarabdır ki, Allah insanı danlamır daha, buraxır başlı başına. Ən pis haldır bəndənin pis halı. Quranda ayəsi var. Allah buyurur, "E'məlu ma şi'tum." Ürəyiniz nə istəyir gedin eləyin. Ən pis haldır. O hərdən nə ata başa salır, başa düşmür, başa salır, başa düşmür. Etmə bala olmaz, etmə. Axırda deyir, bala nə istəyirsən gedələ. Sən düzələn deyilsən. Ən pis haldır bu haldır ki, Allah insanı danlamır, valla. Yaxşı hal deyil ki, içiniz, yəni, sizi danlayan insan olmasa, yaxşı mənada, belə bir adam yoxdursa, vəziyyət o qədər ürəyə açan deyil. Amma sizi sevib danlayan, belə nəfsindən yox. Həyatınızda belə bir insan yoxdursa, belə biraz normal deyil vəziyyət. Onu itirmişsizsə, nəyə pis? Danlayan yoxdur, hər şey elə belə gedir. Ailə münasibətlərində də bunu müşahidə eləmiyorlar, ha. Baxın, görürsən, kişi evə gec gəlir, əvvəl xanım narahat olardı, narahat deyil. Günlərlə gəlmir, bir də olmur, harada qaldın sən, haradaydın, narahat deyil. Əlamətlər günlərdir, bir dənə xanımı təbrik eləmir, xanım heç küsmür də, narahat da deyil də. Kişi elə bir vəziyyət yaxşı gedir, yox, vəziyyət çox pisdir. Deməli, sevgi buzu təmiz əriyib. O sənə narahat deyil, açan gəlirsən, açan gəlirsən. Demirəm, amma bütün günü harada qaldın, amma yoralar belə insanlar da var, onunla işim yox deyə, o yox. Amma heç ona maraqlı deyilsənsə artıq sən, bu artıq bir xəbərdir, nişanədir. Nəyin nişanəsidir? Boşanmağın o simptomudur. Vəziyyət xaraba gedir, nəsə bu sonluq pis bitməlidir. Çox pis yerə gedirsən, xəbərin yoxdur. Allah da belə. Allah da belə. Danlamırsa pisdir vəziyyət. Vay o gündən. Və mən araşdırarkən gördüm, nəinki bu fərdlə bağlı bir mövzudur, fərdi belə eləyir. Bəzi oxlar bir toplumu, bir cəmiyyəti Allah belə məhv eləyər. Quranda ayəsi var. Hansı cəmiyyət taleyini düşünməyən, fikirləşməyən. Kimi indirsən mənə nə? Heç kəsin hidayəti haqqında düşünmür. İslah eləyin, faydalı olun cəmiyyətə. Mən neyimə lazım öz həyatımı yaşayırım. Belə bir cəmiyyət bu hala məhkum ola bilər. Qurandan ayə deyim sizə. Buyurur ki, əyyin min qaryetin. Bəzi cəmiyyətlər oldu ki, əmleytu ləha. Möhlət verdim ona. Allah deyir özdə əmleytu ləha. Verdim möhlət. Narahatçılığı yoxdur. Və hiyə zalimə. Onlar pisliklərindən əl çəkmirdilər. İslah olmaq istəmirdilər. Mən də islahatlar üçün çalışdım, müəyyən vasitələ və sair gördüm xeyri yoxdur. Summa əhəzduha. Tutdum onları. Yaxaladım onları. Və ilə gəlməsir. Qayıdış mənədir ya. Qayıdış mənədir. Bu hala, bu qədər ki danışdım, bu hala Quran-Kərimdə adı istidracdır. Termini bilində nə olar ki? İstidrac. İstidrac tədric sözündən götürülüb. Dərəcə-dərəcə. Addım-addım məhv eləmək. Addım-addım insan məhv. O bəzi xəstəliklər kimi insan bilmir, görür hər şey qaşaydı, amma hastası səni məhv edir. Bir də gersən ayılırsan, həkimlikdə keçdi. Gec gəlmişsin. Buna deyirlər istidrac halı. Bu haldan qorxmaq lazımdır, bax bu haldan. Hətta məsumlar belə bir dua etməyi bizə tövsiyə ediblər. Duanı deyim. Allahümmə, ay mənim Allahım, bəli bəşər. La təstədricni bil ehsan və la tuaddibni bil bəla. Məni tədricə məhv eləməyə. Hələ mən günah eləyərəm, tövbə eləmərəm, neymət verərsən, şükür eləmərəm, elə bilərəm, hər şey yaxşıdır. Sən məni belə-belə asta-asta məhv eləyərsən, tədricən, mənə belə eləmə, ya Rəbbəl aləmin. Və la tuaddibni bil bəla. Məni bəla ilə ədəbləndirmə, ya Rəbbəl aləmin. Deyişdi mövzunu. Bəli. Bu bir qorxu. Buna görə insan narahat olma. Bu hala görə narahat olmağa dəyər.
ki, insanı məhvə aparan bir haldır. Digər nə hansı hal? İnsan nəyə görə qorxmalıdır, narahat olmalı? Deyirlər, qəlbin qəsavəti. Buna görə narahat olmaq lazımdır. Qəlb daşlaşıb, qəsavət bağlayıb. Heç kəsə rəhm eləmir. Söz təsirləmir, söz. Maraqlı deyə belə insanlar. Saatla moizəli xeyri yoxdur. Moizəli, öz bildiyini eləyəcək. Sözü danışır ki, reaksiya yoxdur. Bir üzündə məsələn anladım. Belə bir o simasına baxanda bilirsən də təsirləndi. Təsirlənmir sözdən, heç bir sözdən. Bir var deyəsən, sən deyirsən təsirlənmir. Kim danışsa xeyri yoxdur. Peyğəmbər danışsa buna xeyri yoxdur. Allah dostu desə xeyri yoxdur. Təsirlənmir. Bax, bu hal. Yaxşılıq eləməyə tövbə eləyir. Belə deyək də adını. Mənə qalıb yetim yesir. Üzr istəyirəm bu ifadəyə görə mən. O kimsə sizləri düşürtmək istəmirəm. Amma belə bir insan mənə qalıb yaxşı eləmək. Yaxşılıq. Bu qəlbin qəsavət halıdır. Quran deyir, fəveylun lil qasiyyəti qulubuhum. Vay olsun belə insanlara. Qəlbi daşlaşmış insanlara. Həzrəti İsa deyir, İsa Peyğəmbər deyir, mə əmrəzə qalbun bi əşşəd minəl qasvə. Bundan pis xəstəlik var. Qəlb qəsavət bağlasın. Bundan o tərəfə şiddətli mi, xəstəlik mi var? Yox, yoxdur. Qəlb necə düşür bu hala? 2 dənə amil deyirəm sizə. 1. Çoxlu günahlar, çeşitli günahlar, davamlı günah eləmək qəlbi bu hala salar. Ki, əleyhissalam buyurur. وَمَا قَسَتِ الْقُلُوبُ وَمَا قَسَتِ الْقُلُوبُ إِلَّا لِكَسْرَةِ الزُّنُوبِ. Çox günah qəlbi daşlaşdırır. Bu 1. 2. Belə insanlarla oturub durmaq elə. Qəlbi daşlaşmış insanlarla oturub durur. Nə xeyrin deyir, nə ondan xeyir gəlir. Belə insanlarla oturub durun, sonu yaxşı deyil. Onun təsiri ötüşməyəcək, səndən uzaq keçməyəcək. Hədisdə var. Pis əməllərini gözəl göstərməyə çalışırlar. Pis edir, amma elə izah verir ki, adam elə bir səbəblə ibadət edib. Hamı da istəyir olar kimi olsun. Belə insanlar var, mən düşündüyüm kimi ol. Mən istədiyim kimi ol. Dili ilə demir, amma o düşüncələri odur. Axirət və dünya işlərində sənə kömək eləmirlər. Nə axirət xeyri varsa, nə dünya xeyri var. Belə bir insan. Bu insanlara yaxınlaşmaq hədisdə var, bir neçə ziyanı var, bir də qəsavət. İnsanın qəlbi daşlaşır. Vay o gündə. Vay o gündə. Özümüzdən müğayət olağın bir sözünü. Qoymayaq ki, qəlbimiz qəsavət bağlasın, daşlaşsın. Qoymayaq. 3. Nədən narahat olaq? Tövbəsiz bu dünyadan köçərik, ya Rəbbəl aləmin. Bu qorxu içimizdə olsun. Tövbəsiz dünyadan köçmək yaxşı bir haldır. Allah bizə nəsib eləsin, son anlarda tövbə eləyə bilək. Əstəğfirullah deyib dünyamızı dəyişə bilək. Bu halı, o arzunu edirəm özümüzə və sizə, hamımıza. Tövbə ilə dünyadan köçmək yaradılmış deyil ki. Çünki dil orada danışa bilmir bəzi, o hələ bilməyələ istədiyini danışır. Mən bir dəfə misal çəkdim bunu. Bilmirəm, cümə xütbələrində yoxsa yuxu görürsə, hərdən yuxuda bir hadisə olur. Danışmaq istəyirsən, kimsə qışqırmaq istəyirsən, qışqıra bilmirsən. Qaçmaq istəyirsən, qaça bilmirsən. Yuxuda hərdən belə hal olur. Söz demək istəyirsən, deyə bilmirsən. Görürsən, biri yıxılır, istəyirsən, qışqırasan ki, gedim ona ki, deyə bilmirsən. Can üstündə olanda bax, insan dili elə olacaq. İstədiyini deyə bilmir, istədiyi hərəkət eləyə bilmir. İstisna insanlar görürsən, əlin qaldırır, deyir, şükür olsun Allaha, əstəğfirullah dünyasını deyişir, tövbə alındı. Neyniyək tövbə eləyə bilək son anlarda, neyniyək? Bir hal deyim, bu halımız olsa bu günlərdə, son gününüzdə tövbə eləyə biləcəksiniz inşallah. Ümid edirəm. O nədir? Həzrət Peyğəmbərdən hədis var. Buyurur ki, Əla innəl mümin yə'məl beynə məxafatayni. Mömin insanın, inanclı bir insanın 2 dənə
qorxduğu hal var. Nədir o? Bax, bu iki səbəb olur ki, sonunda tövbə eləyərsən inşallah. Nədir o? Bir, beynə əcəlin qəd məza la yədri məllah saniyun fih. Biri, keçmişə nisbətdir. Keçmişinə görə biraz qorxur. Bəzi günahlar gedib qorxur. Görsən, Allah mənə necə davranacaq? Məllah saniyun fih. Neyniyəcək? Keçmiş qorxusu, üstəgəl gələcək qorxusu və beynə əcəlin qəd bəqiyə la yədri məllah qazin fih. Gələcək, görürsən Allah, neyniyəcəm? Haqq yolda qalacam, yoxsa çıxacam? Rabbənə la tuziq qulubənə bə'də iz hədəytənə. Allah, bu düz yolda ki gedirəm, la tuziq, çıxartma məni bu yoldan. Gələcəyə narahat, keçmişə narahat. Bu iki narahat hal insanda hərdən olarsa, demirəm, bütün gün həmişə bu haldan yaşayasana. Amma hərdən oturasan gecənin bir aləmi, tək və tənha, bu iki haldan narahat olasan. Bu iki hal səbəb olar ki, inşallah, tövbə ilə bu dünyadan köçərsən. Çünki narahatsan sən. Allah bu halıva qiymət verər. Narahatsan sən. Bir var əşi, neyim Allah, yox, narahatsan. İnşallah tövbə eləmək sən nəsib olar. Çünki sən indidən gələcəyi düşünürsən. Allah da görür axı bunları. Yazırsan ki, kənara. Və sonuncu bu cümə. Nədən narahat olaq? Qorxaq. İbadət eləyəndən sonra o görəsən qəbul oldu, yoxsa yox. Görəsən qoruyub saxlaya biləcək, yoxsa yox. Bu belə bir qorxu. Necə olacaq vəziyyətim? Çünki hər ibadət qəbul deyil də. Hədisdə var insan ki, həccə gedir, ilk ki, ehram bağlayandan sonra nə deyir? Ləbbeyk Allahümmə ləbbeyk. Ləbbeyk yəni sənə itaət eləyirəm Allahım. Cavab gəllə ləbbeyk və lə səadək. Qəbul olmadı ya, yalan danışırsan. Boş-boş söhbət edirsən. Sən buradan qaydandan sonra yenə həmən günahları etmək fikrindəsən. Burada bir 20 günlük tərk etməyə niyyət eləmişsən, amma qaydandan sonra eləyəcəksən. Olur hərdən bəzən insan günah tövbə elədir. Yox, tövbə eləmirəm, bu eləyəcəm axı. Hələ o ruhla da gedir, o ruhla da qayıdır. La ləbbeyk və la səadək. Bəzi ibadətlər qəbul edir. Və bəzi ibadətlər qəbuldur anında, qoruyub saxlaya bilmirsən. Bu hala görə narahat olub qorxmağa dəyər ki, qazandıqlarımızı itirərik. Bu qorxu da normaldır. Ki, mən bugün sizə bu cümə 4 dənə müsbət insan həyatına faydalı olan qorxulardan söhbət açdım ki, Allah inşallah düz yolda addım atmağı, sabit qədəm olmağı bizlərə nəsib eləsin inşallah. Allahümmə İnna nəsəlükə və nəd'ukə bismikəl əzizil əzəm əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq izləyicilərimiz, əllərin qaldırıblar ya Rəbbəl aləmin. İlk duamız budur. İmam-ı zamanımızın zuhurunu təcil elə. Bağışlamamış bizi bu dünyadan aparma. Son anlarda tövbə eləməyi bizlərə nəsib elə. Riyadan, ücübdən, pis xüsusiyyətlərdən bizləri uzaq elə. Onlar ki, bizə xəbər göndəriblər, dua istəyiblər, o qardaş bacılarıma dualarını qəbul elə. Namaz qılmayan qardaş bacılarıma namaz qılmağı nəsib elə. İcaba riayət eləməyən ana bacılarımıza icaba riayət eləməyi nəsib elə. Allah vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Bayrağımızı həmişə uca qərar ver. Millətin düşmənləri məhvuna bud elə. İşğal olunmuş torpaqlar və Qarabağımızı tezliyindən azad elə. Peyğəmbər və əhl-i beytinə salavat zikr elə. Allahümmə salli alə Muhammed və alə Muhammed.